Bura Kəlbəcər rayonunun ərazisindəki Yelli dağıdır. Dağın yüksəkliğindəyik. Dağın yüksəkliyinin ən hündür nöqtəsində artıq duman gəldi aldı. Bu yana doğru Zağalar, Çıraqlı, Alaqaya, Taxtabaşı xallarının kəndləridir. Ora gedən yoldur. Buradan bu yana isə Keçiliqaya istiqamətidir. Bu yol buradan düşür, Keçiliqaya kəndindən keçir, Yeni Zülfüqarlıya isti suyun yanına. Bir neçə gündə aramsız çox güclü yağışlar yağır. Dünən axşamdan başlayan leysan sabaha qədər davam edir. Çaylarda güclü daşqınlar oldu. Sel basmalar oldu, yolları yudu. Selin, yağışın ucbatından cəmaət yaylağa köçüb gələ bilmir. Yaylaqlarda az adam var. Aşağıda bir oba düşübdü. Ondan aşağıya da bir oba düşübdü. Halbuki buralar dolu olurdu oba ilə. Aşağıki Zağalar kəndində ən azı bir 10-15 ailə gəlirdi. Biz tərəfə çox adam gəlirdi. Taxtabaşı xallanısına çox adam gəlirdi. Çıraqlıya demək olar ki, hələ köç gəlməyibdi. Yağışlar bu il yazı ləngitdi. Yaz 20-25 gün ləngiyibdi. Dağlarda gül çiçəyini açır. Buralarda bolluca göbələk olur. Özdə balaca, xırda, tez qurtlayan olmur. Buralar yüksəklikdir deyə soyuq hava qurtlamır göbələk. İndicə gəzərkən bir neçəsi qarşıma çıxdı. Göstərim. Baxın biz tərəflərin göbələyi necə olur. Bunlar balacadır. Bunlar əl boydadır. Amma buna əlimlə miqyasda buna baxın. Maşının diskisini bağlayır. Göbələk o boydadır. Bu bir dənə də öldü. Bir neçə dənə belə qarşıma çıxdı. Birini indi götürüb çəkirəm. Bugündən sonra inşallah günəşli, günlü havalar başlayır, yağışlar kəsir. Yəqin ki, el obada yavaş-yavaş köçüb gələr yaylağa.